Və hədisdə Allah elçisi sallallahu aleyhi və səlləm buyurur ki, kim cümə günü qüsul alar və ilk saatda məscidə gələrsə, sanki bir dəvə qurbanı etmiş kimidir. Və kim ikinci saatda gələrsə, sanki bir inək Allah yolunda qurban etmiş kimidir. Və kim üçüncü saatda gələrsə, sanki iri buynuzlu, yəni daha doğrusu, buynuzları olan qoç Allah yolunda qurban etmiş kimidir. Və kim də dördüncü saatda gələrsə, Allah yolunda bir toyuq sədəqə etmiş kimidir, qurban etmiş kimidir. Və kim də beşinci saatda gələrsə, sanki Allah yolunda yumurta sədəqə etmiş kimidir. Və imam minbərə qalxdığı zaman mələklər onu dinləmək üçün, xütbəni dinləmək üçün artıq gələrlər. Çünki hədisdə rəvayət olunur ki, mələklər məscidin qapısının ağzında otururlar və onlar məscidə gələn hər bir kimsəni qeyd edirlər, adını qeyd edirlər və imam xütbəyə qalxdığı zaman mələklər artıq bu qeyd etməni dayandırıb xütbəni dinləmək üçün gəlirlər. Bəli.